Bugün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. 20 il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bugün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir. Sarsaq bəyanatlar verirlər və təmas xəttində Ermənistan-Azərbaycan sərhəddində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan ordusu da onlara layiqli cavabını verəcək. Necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu. Torpaqlarımızın bir hissəsini azad etdi. Bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi. Bu fikirləri Prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib. Dövlətimizin başçısı deyib, bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əskərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacaq, ordumuzu da gücləndirəcək, daha da böyük vəsait ayıracaq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcək. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əskər zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa axırı pis olar. Yəni ki, kim belə təbii məhsul, təbiətin qoynundan, bax gördüyümüz bu cənnət məkan yerdən arıları min bir əziyyətlə yığdığı balı mən sizə təklif edirəm. Kim istəsə, mənim nömrəmlə əlaqə saxlaya bilər. Nömrəmi sizə xatırlayıram, 051 546 39 39. Yenidən mən deyirəm, siz özünüzə qeyd eləyin, 051 546 39 39. Yəni, mən sizə hər bir şeyi təbii şəkildə çəkib göstərirəm. Yəni ki, burada heç bir sünni vasitədən və baxın, arı həmi bunu çəkinin. Arı baxın, təzə məhsul gətirib, ramkadan özü damla orada bir damcı töküldü. Arı onu baxın, yenidən götürüb, onu diqqətlə çəkkin həşəm. Onu yenidən götürüb, yəni ramkaya vuracaq. Yəni ki, burada arılar, Allaha and olsun deyirəm, elə bir yerdə, yəni biz burada arıları qoymuşuq ki, ən azından, yəni ki, insanların ən yaxın burada yaşadığı ərazi bir 5 kilometrə uzaqdır. Yəni, kənd buradan 5 kilometr uzaqdır. Yəni, tamamilə dağlıq bir ərazidir. Yəni ki, heç bir sünni vasitədən burada söhbət edə bilməz. Arılar hansı məhsulu gətirirlərsə, təbii şəkildə, təbii, yəni ki, bitkilərdən, min bir dərdi dərmanı sayılan bitkilərdən götürür. Gəlginən, həmin digər ağacıdır. Yəni, arında açıb, onu da sizə göstərim. Təbiətdə həmin çək göstərginən. Yəni, baxın, heç bir evdən, yəni, heç bir bura ev, heç bir, yəni, burada, yəni ki, burada bizim qaldığımız bu yerdə bir tək ola bilər ki, meşədə yaşayan, yəni ki, vəhşi heyvanlar burada olur. Yəni ki, daha burada heç bir heyvan, yəni ki, heç bir insan, heç nə yəni olmur. Tamamilə təbiətin qoynu, Astara rayonunun Miki kəndi, yəni ki, cənnət məkan bir yerdir. Buradakı bizim ata-babamızın, yəni ki, ata-babamızın burası məkandır. Bax, burada gördüyümüz bu quz ağaclarıdır bunlar. Bizim, yəni, ata-babamız əvvəllər burada, yəni ki, bu quz ağaclarını əkiblər, burada kumaları olub, heyvanları yaylaqlara gətiriblər, yəni burada məskənləri olub. İndi isə, yəni ki, bizim, yəni, sənətimiz, yəni ki, yəni, ata-babamızın sənətini biz də davam elətdirmişik. Yəni, mən gözümü açandan həyətimizdə arı görmüşük, yəni ki, bizə də, yəni, haçansa, yəni, valideynlərimiz danışanda, onlar da deyiblər ki, biz gözümüzü açandan həyətimizdə arı görmüşük. Yəni, burada ya, haradasa bir 50-yə yaxın arım var. Yəni ki, 120-yə yaxın ümumiyyətlə mənim arım var, digər arılarım, yəni, başqa bir ərazidədir. Onları da, yəni, mən imkan olsa çəkib sizə göstərə bilərəm. Yəni ki, ya mənim nömrəmlə əlaqə saxlasaz, mən onu WhatsApp şəklində sizə çəkib göndərə bilərəm, yəni izləyərsiniz. Mən nömrəmi qeyd eləyirəm,
siz də özünüzdə qeyd eləyin. 051 546 39 39 nömrəsi ilə əlaqə bu cür təbiətin qoynundan bal istəyənlər əlaqə saxlaya bilərlər. Və bir başqa arı yeşiyini istəyirəm açın. Hörmətli izləyicilər, burada arılar maşallah həm. Allah bərəkət versin. Sağ ol. Qardaş, burada baxın. Bax, bu ramkada harasa 1 kiloya yaxın bal hala olar. Təzə baldır. Yəni ki, maşallah. Şami, görsənmi? Yeşikdən necə ətiri gəlir. Adamı məst edir. Doğrudan da elədir. Adamı məst edir. Baxın, hörmətli izləyicilər, təzə bal vurub arı. Digəri isə hələ baladır. İndi bu balalar çıxandan sonra, yəni arı bütöv rəmkanı hörəcək balla. Yəni ki, 1001 dərdin dərmanıdır bu bal. Yəni istəyənlər sifariş edə bilərlər. Mən yenidən nömrəmi xatırlayıram. 051 546 39 39 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yəni ki, kim bu cür təbiətin qoynundan bu cür məhsul əldə etmək istəsə, 100% təbii, 100%, yəni ki, and olsun Allaha, bunda bir qram da olsa heç bir sünni vasitədən, heç bir, yəni ki, təbiilikdən qıraq bir şey ola bilməz. Baxın, təzə, baxın, bu balvucu, bu ramka demək olar hazırdır. İndi bu balalar çıxandan sonra arı bunu bütöv hörəcək, baxın, təzə bal vurub arı. Yəni bunu artıq pulumlayıb, yəni bu hazırdır, bunu biz süzə də bilərik. Amma yəni bir aya yaxın, yəni bütöv ramkalar burada inşallah dolacaq. Yəni havalar da yaxşıdır, şükür Allaha, isti keçir. Yağış da inşallah yağmaz. Və kim bu cür mən yenidən deyirəm, məhsul istərsə təbiətin qoynundan, mənlə yəni əlaqə saxlaya bilər. Mən bir daha sizə təşəkkür edirəm ki, videonu izlədiniz. Mən sizə, yəni ki, bu cür təbii bir məhsulu göstərmək, mən özümə borc bildim ki, sizə çəkib göstərim. Ümumiyyətlə, həyatda həmişə çalışın, alverçilərdən yox, arıçılardan bal alın. Ümumiyyətlə, mən demirəm, yəni ki, kimdənsə, yəni ki, tanıdığınız arıçılardan həmişə çalışın, bal alın. Çünki bal elə bir məhsuldur ki, onun təbii və saxta olması, yəni ki, bu insanlar içində bu yayılan bir şeydir. Yəni ki, bir çox, yəni, mən niyə təbiətin qoynundan bunu sizə çəkib göstərmək istədim? Yəni ki, bir çox arıçıları, yəni ki, pis bir mənada, yəni ki, bunları yəni sünni vasitələr qataraq, yəni ki, bu saxta bal satmaqla biz arıçıların da, yəni ki, kələyinə uğramağına, yəni ki, bir, nə bilim, insanların gözündən salmağına, yəni balın, yəni insanların bala tələbatı ula inamsızlıq yaranmasına səbəb olub. Buna görə mən təbiətin qoynundan bu videonu çəkib sizə göstərdim. Sizə də təşəkkürümü bildirirəm ki, izlədiniz. Kim bu cür bu məhsul istəsə, mənlə əlaqə saxlaya bilər. Tək ki, bal, ümumiyyətlə arı südü, bərə mumu, çiçək tuzu, yəni ki, güləm, bütün arı məhsullarını yəni siz sifariş edə bilərsiniz. Azərbaycanın bütün nöqtələrinə yəni göndərmək, bütün rayonlarına, regionlarına göndərmək. Biz özümüz göndəririk, yəni marşrutlarla, taksilərlə göndəririk. Nömrəmi də bir daha qeyd etmək istəyirəm ki, 051 546 39 39 nömrəsi ilə əlaqə saxlarsanız, bax bu cür məhsul əldə edə bilərsiniz. Təşəkkür edirəm.